Aktrisa Nəbahət Çehrə, dünya şöhrətli Amerikalı aktyor Lane Davis və Rusiyanın tanınmış aktyoru Yuri Baliyevin iştirak etdiyi Qanlı Yanvar filminin təqdimatı olub. Vahid Mustafayevin rejissoru olduğu filmin təqdimat mərasimində yaradıcı heyətlə yanaşı bir çox rəsmilər, millət vəkilləri, 20 yanvar şəhidlərinin ailə üzvləri iştirak ediblər. Qanlı Yanvar filmi Sovet ordusunun törətdiyi qırğını və o gecə baş verənləri Azərbaycan ailəsi olan Nərimanovların gözü ilə göstərir. Filmdə iki qardaş, kommunist Nəcəf və inqilabçı Mehdi əks düşüncəyə sahibdilər. Drama mərkəzində isə onların anası Xədicə dayanıb. Qeyd edək ki, Qanlı Yanvar filmi bir sıra ölkələrdə də nümayiş ediləcək və beynəlxalq festivallara qatılacaq. Bu film ilk filmlərdəndir ki, burada əsas qəhrəmanlar, Azərbaycanlı qəhrəmanları əsasları tamamilə qeyri-peşəkar aktyorları idi və gördüyünüz kimi çox gözəl öz vəzifəsini həyata keçirtmişlər və çox yüksək səviyyədə bütün lazım olan hissləri çatdırmışlar. Əsas hisslər də ondan ibarət idi ki, Azərbaycanın müstəqilliyi, Azərbaycanın müstəqilliyinin qiyməti, iki fərqli düşüncəli oğulların münasibəti, ananın bütün bu hadisələrə münasibəti və onun məsuliyyəti, bir də ki, hər iki dalaşan tərəfin həqiqəti. Gördüyünüz kimi filmdə biz çalışmışıq ki, heç bir tərəfi pis göstərməyə və yaxud yaxşı göstərməyə. Hörmətli tamaşaçılar, 20 yanvar